her bir insan için onun milli mensubiyyəti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Sözü qəmli, özü dəmli rəhbər adam 1918-də vuruşurdu. Danışmırdı rəhbər atan, rəhbər atam. Səninləyəm, haqq ədalət səninləyəm. Milli qürur, milli qeyrət səninləyəm. Səpil duman göyər yerdə bit qayada. Gizli nifrət, açıq nifrət səninləyəm. Səninləyəm, yatmış vulkan səninləyəm. Ayağa dur Azərbaycan səninləyəm. Əsulzadə 1918-ci il millətimizin azadlıq arzusu gerçəyə çevrildi. Biz Qafqazın səsi olduk. Biz bir bayraq ucaltdık. Bu bayraqda türklük var, İslamlıq var, müasirlik var. Biz bu bayrağı bir dəfə ucaltdık və dedik ki, bir kere yükselen bayraq bir daha enmez. Bu istiqlalı siz uşaqlar qoruyacaksınız. Onun değerini bilməlisiniz. Azərbaycanın sabahı sizsiniz. 28 Mayıs İstiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişləri ilə dilə gətirirəm. Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, inşallah Azərbaycan. İl Məhəmmədin Heydərliyev obrazında sözlər oradan. Mən Heydər Əliyev, mən bu torpağın sabahına inandım. Düşmənlərin qarşısında sınmadık, bayrağımızı yeniden ucaltdık, torpağımıza sahip çıxdıq. Gənclər, sizin vəzifəniz bu bayrağı qorumaq, bu torpağı sevmək və bu dili yaşatmaqdır. Mən demişəm, Azərbaycan dünyaya güneş doğacaq. O gün bu gündür. Sizin qəlbinizdəki vətən sevgisi bizim qələbəmizdir. Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bilmez, Türk'üm beni eğilmez. Bir kere kalkan bayrak, bir daha emmez emmez. Yaşa, yaşa, yaşa benim halkım. Yaşa, yaşa, yaşa Azerbaycan. Yaşa, yaşa, yaşa benim halkım. Yaşa, yaşa.